Kənddə gedər Lübonlarla ki, bu yer kimindir deyəcəklər sənanın. Ver bunun torpağın canımız qutarsın da. Ürək arsan salmısan ne biz and ol Allaha. Demirsiniz torpaq mənimdir. Bəli. Bu dayanıb bir söhbət eləyək də. Əgər doğrusunuzsa niyə qaçırsınız? Deyir ki, daş düşərdi həmin günə ki, mən getdim deyir o Firuz bəy bura. Deyirəm sənə ki, gecə gündüz mənim qapımdadır. Sabunçu rayonu Kürdaxanı kəndi Ləhəc bağları deyilən ərazidir bura. Vətəndaş Kürdaxanı sakini Sənan Əliyev iddia edir ki, təxminən 5 il əvvəl bir səhv etdim, torpağımda, bağımda yaşamağa Firuz adlı şəxsə icazə verdim. Amma indi onu bağımdan, həyətimdən çıxarda bilmirəm nə edim. Bu bağ mənə məxsusdur. Sənətim də var bələdiyyədən. Bütöv kənd bilir. Firuz adlı şəxsə buranı pandemiyadan sonra hələlik vermişəm qalmağa. Sadəcə bir ildir gəlirəm ki, Firuz çıx buradan, mən uşaqlarımla, ailəmlə gəlim yaşayayım. O mənə zorakılıq göstərir, qoymur məni, itləri üstümə qısqırdır. Bir ilə yaxındır mən bu ilə dava qırğındayam. Bahadur adında şəxs var, dedi sənə Firuz adında şəxs var, biz yazıqdır, hələlik biz bağ var orada, verək qalsın. Mən də bir insan kimi yaxşılıq elədim ona. Mən onun üçün bura krafat, odun peçi, işığını 2 dəfə 20 manat verib işıqçılara bağlatdırmışam. Nə lazımdır əşyalar getirmişəm onu. İndi sadəcə gəlirəm bura, keçən il yayda mənim uşağımı burada it işlədi, köməklik göstərmədi. Kənddə toyğuca saxlayan adam idi. Yer axtarırdı. Sənin də demişdi mənə ki, gör adam olsa sala ora. Mən də adam dedim deyil sana. Nə bilim mən dedim ki, nə bilim mən bu gün gəlib bura çıxacaq. Heç nə yox idi, sənan kömək elədi, pes qoydular. İndi qarışıq çıxmıram da. Nə bilim kimə şikayət eləyə bilmirik. Çıxmır da bu adam. 50 gücümüz yox, yaşlı adamam. Amma bütün kənd bilir ki, kənddə kimdən soruşsa, bütün əhali bilir ki, torpaq Sənanındır. Mən Sənanı bir 20 ildir tanıyıram, 20 ildir bu kənddə yaşayıram, amma 7-8 ildir bu bağlarda yaşayıram, bu bağlara baxıram. Sənan gətirib bu bura yerləşdirib, hətta məndən xahiş eləmişdi o, bax o gördüyünüz bakı. Mən oradan qonşu heyətindən su verib doldururdum. 2 ildir də ayağın dilib yerə ki, mən çıxmıram buradan. Torpaq məndir və biz o sübut edirik ki, torpaq sənindir. Əgər sənindirsə biz sənət gətir. Bu 2 sənət verir və bütün kənddə bilir ki, Sənanındır. Amma bu salıb özün hayasızlığa çıxmır. Mən özüm Kamaz şoförəm. 2022-ci ildə mən o zaboru, daşın mövzum kubiki mən özüm daşımışam. Fəhləçiliyin özüm eləmişəm. İstirahət vaxtında burada istirahət eləyirdim. Sonradan Bahadır müəllim Sənan müəllimlə danışdı. Onu yerləşdirə burada qalsın, tək qalır, yəni belə. Firuz buranı bu günə saldı. Yalandan dayımın adından istifadə eləyir ki, maklerdir, belə dayım maklerdir. Dayım kartoşka satır, şoförlük eləyir. Firuz bəy salam. Yəni yolunuzu dəyişdiniz. Gedək ora zəhmət olmasa. Torpağın əsas sahibiyəm deyən adam Sənan bəy ordadır. Deyirsiniz ki, torpaq mənimdir. Mənimdir. Sənədi sübutu var. Hələ iş gedir deyirəm. Torpağı kimdən almısınız? Sizə nə dəxli var? Mən kimdən almışam? Yox, deyirsiniz ki, torpaq mənimdir, almışam 6 il əvvəl. Kimdən almısınız və yaxud da bu aldığınızı göstərən sənədi sübutu var? Hamısı orada var. Harda? Harda lazımdır o. Siz niyə dayanmırsınız əgər doğrusuzsa? Necə almalıyam? Mənim elə işim gedir orada. Bahadur bəy deyir ki, mən bir səhv elədim, gətirdim onu bura yerləşdirdim, indi peşmanam. Mən heç kim bura yerləşdirmir. Əgər doğrusuzsa niyə qaçırsınız? Demirsiniz torpaq mənimdir. Bəli. Bu dayanıb bir söhbət eləyək də. Yox, nə söhbət edeyim? Mən söhbətimi eləmişəm. Adamın əlində bir sənədi sübutu var. Onun adamın sənəti yoxdur. Bilmirsiniz, söhbəti gəlmişmiş. Xəbərimiz yoxdur, izah edin bilək də bizdə. Harda lazımdır orada izah olunur da. Hələ belədiyyə də qat gedin, day gəlmir. Hesab edirəm ki, bu halda adına bələdiyyə sənədi olan vətəndaş müvafiq məhkəməyə müraciət etməlidir və məhkəmədən özünə məxsus olan torpaq sahəsində qanunsuz məskunlaşan şəxsin oradan çıxarılmasını və özünə vurulmuş digər maddi və mənəvi ziyanın ödənməsini tələb etməlidir.